Son vaxtlar Azərbaycanda arıçılıq sürətlə inkişaf eləyir, arı sayı da artır. Ötən ilin statistikasına görə 850 min arı ailəsi Azərbaycanda mövcuddur. Lakin keçən ilin demək olar ki, yayından sonra arı ailələrində sürətlə azalmalar baş verib. Bəzi rəqəmlərə istinad eləsək, hardasa 40%-ə yaxın arı ölümü var. Yəni bunun təsiri olsa, gələn ilin deyək sezonunda 2026-cı ildə özünü göstərə bilər. Məhsulun azlığı deyək. Amma arıçılıq elə bir sahədir ki, onu tez bərpa eləmək mümkündür. Yəni bir ildə bir arı ailəsini 10 arı ailəsi eləmək də olur. Yəni əgər bir qoyundan, inəkdən bir bala alınırsa, arılarda bu bir ildə bir arı ailəsini 10-a qədər də artırmaq olur. İtkinin tez yerini doldurmaq mümkündür. Ümumiyyətlə qiymətlərin müəyyən qədər artması müşahidə olunur. Yəni o da ümumi belə deyək qiymət artımına bağlıdır. Bütün məhsullarda dəfələrlə qiymət artımı baş verməsinə baxmayaraq, arı məhsulları əsasən də balın qiyməti son illərdə demək olar ki, bundan 5 il əvvəl 20-25 manat idisə, indi 25-30 manat arasında dəyişir. Qalan o 50-60 manat o artıq mifləşdirilmiş qiymətlərdir. İşğaldan azad olunmuş ərazilərdə istehsal olunan balların qiymətini fantastik qiymətə qaldırıblar. Onların qiyməti o qiymət deyil. Sadəcə olaraq ilkin vaxtlarda ora arı ailələri köçürüləndə insanların belə deyək torpaq həsrəti, o ərazidən əldə olunan ballar müəyyən qədər balın qiymətinin qalxmasına gətirib çıxarıb. Amma zaman-zaman o da ümumi ölkədə olan bal qiymətinə enəcək və stabilləşəcək qiymətlər. Maksimum qiymət mənim öz təcrübəmə görə 25-30 manat arasında dəyişir və ondan aşağı da qiymətlər var. Bəzən də bir az yuxarı qiymətlər də var. Yəni bu da dediyim kimi ümumi ölkədə olan hər bir məhsula olan qiymət artımına bağlıdır. Məhsulun maya dəyərinin müəyyən qədər artmasına gətirib çıxarır. O da qiymətdə sonda özünü göstərir. Bu arı ailələrinin azalmasından baş vermir. Yəni bunu demək istərdim.